Bugün Tofiq Yaqubunu ölümə məhkum edən, onu ölümlə üz-üzə qoyan da İlham Əliyevdir. Qərar isə İlham Əliyevindir. O seçim eləyəcək. Ya Tofiq Yaqubunu azadlığa buraxacaq, ya da onu ölümə göndərəcək. Hüquqi müstəvidə öz susuzluğunu sübut eləsə də və buna məhəl qoyulmadığı üçün təəssüf ki, belə bir cəmiyyətlərdə insanın yalnız etiraz etmək kimi bircə yolu qalır, acılıq aksiyası eləmək. Bu dəfə o qədər qətiyyəm ki, bu məsələ ki, öldü var, geri döndü yoxdur. Və mən də dəfələrlə bununla bağlı yazdım ki, Tofiq Yaqub bununla bağlı qərar veribsə, ya azadlıq, ya ölüm olacaq. Mənim atam niyə həbsdə olmalıdır? Niyə mənim atam şəhərlənməlidir? Niyə mənim atam hər dəfə azadlığa çıxandan sonra bir saxta cinayət işindən yenidən şəhərlənib uzun müddətli həbsə götürülməlidir? Yəni insan ömrü özünün dediyi kimi 2000 il deyir ki, deyəsən ki, 5-10 il də belə geçsin. Yəni mənim atamın artıq ömrünün çox hissəsi həbsxanalarda, inzibati həbslərdə, təqiblərdə, işgəncələrdə keçib. Mən ömrümün qalan hissəsində şəhərlənərək atıldığım həbsxana divarları arasında keçirmək istəmirəm. Düşünürəm ki, azlıq aksiyası nəticəsində ölsəm, bu ölümün boşuna getməyəcək və ölkə ictimaiyyətinin, eyni zamanda dünya ictimaiyyətinin diqqətinin Azərbaycanda demokratiya problemlərindən çoxlaşmasına təkan verə bilər. Mən sizi dünya qədər sevirəm. Dəfələrlə acılıq aksiyası edir və heç vaxt bu qədər olmamış. Yəni bu qısa müddətdə demək olar ki, ortalama günə 1 kiloqram çəki itirir və bu qədər müddətdə belə olması çox bizi narahat eləyir. Sözsüz ki, bu onun həm yaşından əlaqəlidir, həm o dedim ki, səhhətindəki olan ciddi problemlərlə əlaqəlidir. Həyatı təhlükə bir şey olsa, müdaxilə edəcək heç yəni ciddi bir həkim şeyi yoxdur. Kadr yoxdur burada. Bu da bir yandan narahatlıqdır bizim üçün. Sözsüz ki, mülki həkimin olması çox önəmlidir. Bədəndə çəki itkisinə, orqan funksiyalarının pozulmasına, xüsusilə ürək fəaliyyətinin, digər orqanların pozulmasına, sinir sisteminin pozulmasına gətirib çıxara bilər. Aclıq aksiyası keçirən şəxslərdə istər pəhriz məqsədi ilə, istər çəki itirmək məqsədi ilə aparılan praktikada çoxsaylı ağırlaşmalar da biz müşahidə eləmişik. Hətta bu zaman sinir sisteminin pozulması, geri dönməz pozulması, nevrozlar, psixi xəstəliklər və s. inkişaf edə bilər. Bir dəfə biz onu ölümün pəncəsindən almışıq. Çox intensiv reanimasiya tədbirlərlə və reabilitasiyanı həyata qaytarmışıq.
və onun səhhətində olan bütün təlatümlərə mən bələdəm detallı şəkildə. Çünki onun özünün də ailə üzvlərini də çox yaxşı tanıyıram və ona görə də çox narahatam. Onun səhhəti sarıdan çox narahatam və hesab edirəm ki, hal-hazırda onun aclığa başlaması çox ciddi nəticələrə gətirib çıxara bilər, həyatını itirə bilər. Tofiq Yaqublu'nun cəmiyyətə mesajı odur ki, mən möhkəməm, iradəliyəm, sona qədər davam eləyəcəm. Bu fikrimdən bir addım belə olsa geri dönmək fikrim yoxdur. Yəni Azərbaycan hakimiyyəti qərar verməlidir ya mənim azadlığıma, ya mənim ölümümə.